Dadlı bir ekler hazırlamaq üçün qazanı ocağın üzərinə qoydum. İçinə su, yağ, duz, şəkər tozu töküb qarışdırdım. Qaynamağa başlayan məhlulun içinə unu töküb ocağın altını tam azaldıb unu yaxşıca qarışdırıb ocağın üzərindən götürdüm. Hazırladığım ekler xəmirinə yumurta əlavə edib mikserlə çırpıb lazım olan qıvama çatdırıram. Xəmiri krem torbasına töküb eklerləri soba listinə sıxıram və öncədən isidilmiş konveksiya rejimində 170 dərəcədə 45 dəqiqə bişirdim. Eklerlərin içi tam bişməsi üçün 2 püf nöqtəsi var. Birinci sobaya bişməyə qoyduqdan sonra qətiyyən sobanın qapısını açmırıq və bişdikdən sonra sobanı söndürüb elektrikdən ayırıb qapısını 30-40 dəqiqə açmırıq. Eklerlərimiz bişib, tam soyuduqdan sonra içini zövqə görə kremlə doldururuq. İki formada doldurmaq olar. Birinin arasını kəsmədən bu formada doldurmaq, ikinci formada isə bıçaqla arasını kəsib kremlə doldururuq. Eklerlərin üzərini bulayacağımız şokolada duru yağ töküb isidərək əridir və əritdiyimiz şokolada batırıb setkanın üzərinə yığırıq.